Wikipediyada şablon anlayışı məqalələrdə təkrar istifadə olunan standart hissələri tez və eyni formatda yerləşdirmək üçün yaradılmış hazır quruluş deməkdir. İzahlı lüğətdə şablon sözü çoxaltmaq üçün hazırlanmış nümunə. Wikipediyada da şablonlar məhz bu mənanı daşıyır. Şablonlar müxtəlif məqsədlərə xidmət edir. Məsələn, məqalənin yuxarı hissəsində mövzu ilə bağlı xəbərdarlıq və ya əlavə məlumat verən qutular, sağ tərəfdəki məlumat qutuları, istinad formatını standartlaşdıran kiçik kod parçaları, məqaləni digər kateqoriyalar və ya layihələrlə əlaqələndirən bannerlərin hamısı şablon nümunəsidir. Bir dəfə yaradılmış şablon minlərlə məqalədə eyni məzmunu göstərə bilir. Wikipediyada şablon əlavə etmək üçün əlavə et menyusundan şablon seçilir. Açılan pəncərəyə şablonun adı yazılır və lazım olan parametrlər formaya uyğun doldurulur. Texniki tərəfdən şablonlar Wikipediyanın mərkəzi şablon ad fəzasında saxlanılır və MediaWiki proqramının modul imkanlarından istifadə edir. Onlar adətən Lua skriptləri və ya parser funksiyaları ilə işləyir. Bu da eyni şablonun müxtəlif parametrlərlə fərqli nəticə göstərməsinə imkan verir. Parametrlər aldanılmış açar sözlərdir. Dəyərlər isə məqalədən məqaləyə dəyişə bilər. Şablon səhifələri öz-özlüyündə də redaktə olunur. Dokumentasiya hissəsinin parametrlərinin siyahısı, istifadəyə dair nümunələr və texniki qeydlər olur. Şablonlara edilən hər hansı bir dəyişiklik minlərlə məqaləyə təsir edə biləcəyindən burada diqqətli olmaq vacibdir.